Hər kəsə salam. Öz Temu alış-verişimi sizinlə bölüşmək istəyirəm. Düzdür, mən bu məhsulları 2-3 gün öncədən aldım və səbrim çatmadı. Paketlərin hamısını açdım, məhsulları bir-bir yoxladım və öz yaxınlarıma da verdim. Amma dedim ki, kanalımın adı hər şeydən biraz olduğuna görə nə üçün bu tip videolar çəkməyim? Bujuteriya, qələm dəsti, liner, parça saxlayıcı, makyaj fiksasiya edici sprey, bu kimi şeylər aldım. Qələmlərdən çox razıyam. Liner o qədər də yaxşı değildi. Düz rəngi gözəldi, amma suya davamlı değildi. Bujuteriyalar isə çox gözəl. 6 manata aldım. Qol bağı ilə boyun bağısını öz anama hədiyyə verdim. Digərlərini özümə götürdüm. Çox gözəl, həqiqətən çox bəyəndim. Amma üzük mənim əlimə biraz balaca oldu. Çox güman ki, üzüyü də kiməsə verəcəm. Maskalara söz ola bilməz. Maskaları çox bəyəndim. İlk istifadədən üzünün rəngini açdı, yumuşaq etdi. Makyaj fiksasiya edici spreyi sadəcə bir dəfə istifadə eləmişəm. Yəni o qədər də pis deyil, yaxşıdır. Parçaları qoymaq üçün yekə çantanı da çox bəyəndim. 3 ədəd idi içində. 12 manatdan endirimlə 6 manat aldım. Çox bəyəndim. Artıq birini də istifadə eləmişəm. İkisi qalıb. Həqiqətən məhsullarımı çox bəyəndim. Ümumilikdə 23 manat xərcim çıxdı 6 məhsula. İlk dəfə məhsul sifariş verdiyim üçün belə ucuz oldu.